50% of the students are here. Sadəcə mən burada test yazanda, ay Rəşad, test yazanda bunu səhv yazmaq istəmişim. Düz yazmışam. Ay Allah. Yeni bir gündə yeni test nümunələri ilə qarşınızdayıq. Hörmətli müəllimlər, qeyd edim ki, yeni tədris ilində 1 oktyabrdan etibarən fəaliyyətə başlayacaq MİQ və sertifikasiya qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Gəlin sual nümunəmizlə tanış olaq. Baxaq, phrasal verb seçirik. If you want to succeed in life, you must your challenges with courage. Əgər həyatda uğur qazanmaq, nəyəsə nail olmaq istəyirsinizsə, siz gərək bütün o problemləri cəsarətlə, neyəsiz cəsarətlə üzləşəsiniz. Həmin o problemlərlə üzləşmək lazımdır. Üzləşmək sözü də face up to cavabımız ilə A variantıdır. B variantında look forward to səbirsizliklə gözləmək deməkdir. Qeyd edim ki, özündən sonra feil aldıqda ing ilə alır. C variantında agree with razılaşmaq, agree with somebody kimləsə razılaşmaq. D variantında take care of qayğısına qalmaq, problemlərin qayğısına qalmaq tam da cümləmizə uyğun gəlmir. Took up, take up phrasal verbinin keçmiş zamanıdır və mənası begin, start, embark on, başlamaq mənasına gəlir. Cavabımız A variantıdır. Növbəti sualımıza keçid alırıq. Növbəti sualımızda choose the correct numeral sentence. Sayın doğru istifadə olunduğu variantı tapırıq. A variantını təhlil edək. She donated a third of her salary to the homeless. O, maaşının 1/3 hissəsini evsizlərə bağışladı. Burada kəsr sayı görürük və biz bilirik ki, kəsr sayılarında əgər surət 1-dirsə, məxrəcdə heç bir cəmlənmə olmadan sıra sayından istifadə olunur və istifadə olunub gördüyünüz kimi maaşının 1/3-ni. Cavab elə A variantıdır. Maaş sözü cəmləməyib, çünki bir maaşın 1/3-dən danışa bilərik. B variantında 3 quota yox, 3 quotas olmalıydı. Səhvdir. C variantında 50% of the students is yox, are here olmalıdır. Çünki belə bir qayda var ki, əgər biz faizlərdən istifadə ediriksə, faiz göstəricisindən sonra cəm isim gəldiyi təqdirdə xəbərimiz də cəm olmalıdır. Şagirdlərin 50% dedik deyib, is yox, are-dan istifadə etmək doğru olardı. D variantında the 3 first people yox, the first 3 people olmalıydı. Çünki həm sıra sayı, həm miqdar sayı eyni ifadə daxilində gəldiyi təqdirdə birinci sıra sayıları, daha sonra miqdar sayı istifadə olunur. Ona görə də first ilə 3-nin yeri dəyişməliydi. Thousands of the fans yox, thousands of fans olmalıydı. Çünki thousands, hundreds, yüzlərlə, minlərlə tipli ifadələr qeyri-müəyyənlik bildirdiyi üçün orada müəyyənlik artiklından istifadə doğru deyil.